Cahiliyə dövründəki ərəblər həqiqətən də cahil idimi? Bugün bu barədə danışacağıq. Biraz təhlükəli bir mövzu olduğunu mən də fərqindəyəm. Bu barədə obyektiv ola bilmək kifayət qədər çətindir ki, biz bunu bir çox xarici mənbələrə nəzər salanda belə görə bilirik. Orientalist mənbələrə nəzər salanda İslamiyyətdən öncəki ərəblərin həddindən artıq ultra bir cəmiyyətə sahib olduğu haqqında bir situasiya yaratmağa çalışırlar. Az qala desinlər ki, Avropa, Afina və Romadan daha inkişaf etmiş bir cəmiyyətə malik idilər. İndi hal vəziyyət belə olandan sonra İslamiyyət uğursuz və sönük görünəcək. İslamiyyətdən öncəki ərəblər çox super gözəl insanlar idi. İslamiyyət gələndən sonra bu vəziyyətə düşdülər. Uzun sözün qısası, İslamiyyətdən öncəki ərəb qəvmini nə qədər mədəni göstərsələr, İslamiyyət bir o qədər zəif görünəcək. Sırf bu səbəbdən də İslamiyyətdən öncəki ərəb qəvmini həddindən artıq tərifləməyə çalışırlar. Amma ilk Məhəmməd Peyğəmbərə gəldikdə isə Məhəmməd Peyğəmbəri tərifləməklə obyektiv görünməyə çalışırlar. Onlar Məhəmməd Peyğəmbərin İslam tarixində önəmli bir şəxsiyyət olduğunu və İslam devrimini həyata keçirmək üçün həddindən artıq böyük fəaliyyətlərə malik olduğunu bildirməyə çalışırlar ki, bu barədə də haqsız deyillər. Bacardığı İslam çevrilişinin səs-sədaları bugünümüzə qədər gəlib çıxıb. Sırf bu səbəbdən də Məhəmməd Peyğəmbərin İslam çevrilişində böyük əməyi olduğunu danacaq deyiləm. İş fəlsəfəyə gələndə Aristo, Platon, Descartes bu kimi adamlar, hərbə gəldikdə isə Çingizxan, Timur kimi adamlardan da danışırıq. İş dini çevriliş və ya sosial bir uğur olanda niyə görə Məhəmməd Peyğəmbərdən danışmayaq? Tarixə baxdığımızda Məhəmməd Peyğəmbər dağılmış bir çox ərəb tayfalarını birləşdirib və ərəb imperatorluğuna doğru gedən bir ərəb xilafəti yaratmağı da bacarıb. Həqiqətən də Məhəmməd Peyğəmbər öldükdən sonra bu ərəb xilafəti bir çox fətlər eləyib və bugünkü günə gəlib çıxmağı bacarıb. Və bu səbəbdən layiq olana öz layiq olduğunu vermək lazımdır, amma ağını da çıxartmamaq lazımdır. Və belə baxanda Əhməd Filibeli Hilmi kimi türk yazıçılar İslam tarixi kitablarında ağını çıxartdıqca çıxardırlar. Peyğəmbərin və gətirdiyi dinin bəxş etdiyi möhtəşəm fəaliyyət və ülviyyət sayəsində bədəvi ərəblər 10 il ərzində bütün cahanın fəzilət rəhbəri, əxlaq müəllimi, idarəçilik və irfan qaynağı oldular. Bax bu ağını çıxartmaqdır. Düzdür, Məhəmməd Peyğəmbər öldükdən 10 il ərzində ərəb xilafəti olduqca böyük işlər gördülər və bir çox yerlərə yayıldılar. Amma fəzilət rəhbəri, əxlaq müəllimi olmadılar. İslamın qızıl tarixi dediyimiz isə Məhəmməd Peyğəmbər öldükdən bir xeyli vaxt sonra yarandı. Əsasında dediyim kimi Məhəmməd Peyğəmbərin tək məqsədi dini çevriliş etmək və insanları İslam dininə təşviq etmək idi. Bu mövzuda həqiqətən də uğurlu idi, amma bunun belə olmadığını deyənlər də var. Misal üçün, yenə bir yazıcı İlhan Arsel öz kitabında belə deyir. Məhəmməd ərəbləri dünya dövləti səviyyəsinə yüksəltmək bir kənara, düzəməlli bir dövlət anlayışına belə gətirib çıxara bilməmişdir. Onun dövründə dövlət adlı bir quruluş formalaşmamışdır. Digər tərəfdən, Məhəmməd öz cəmiyyətini, nə də İslama daxil etdiyi cəmiyyətləri batil inanclardan qurtarmış deyil. Çünki bizzat özü batil inanclara malik olanlardan idi. İndi belə baxanda bu da çox obyektiv bir düşüncə tərzi deyil. Əksəriyyət ateist yazıçılarla orientalist yazıçılar arasında çox da bir fərq yoxdur. Sadəcə orientalistlər dindən birbaşa dialoqda olmadıqları üçün uzaqdan hürən itin səsi xoş gələr düşüncəsi ilə təriflədikcə tərifləyirlər. Çünki nə qədər tərifləyərlərsə, o qədər obyektiv olduqlarını düşünürlər. Əsasən bizim coğrafiyada və müsəlman cəmiyyətlərdə insanlar dindən çıxanda bizə yalan danışıblar, bunların heç biri doğru deyil, hamısı cəfəngiyatdır kimi bir düşüncə tərsinə sahib olub, biraz qisas almaq şəklində rəftar etməyə çalışırlar. Amma belə baxanda İslam dünyası da bundan fərqli bir rəftar eləmir. Bir müsəlmanın yazdığı İslam tarixi kitabında İslamiyyətdən öncəki ərəblər haqqında elə ifadələr mövcuddur ki, adamın qanını dondurur. Bu insanlar həddindən artıq cahil, mədəniyyətsiz, heç nə bilməyən və çox vəhşi bir insanlarmış kimi göstərilməyə çalışan bir münasibət var. Bu da ondan qaynaqlanır ki, İslamiyyətdən öncəki ərəblər nə qədər alçaq və cahil göstərilsələr, İslamiyyət də bir o qədər yüksələcək. Həqiqətən də halal olsun bu din sayəsində bu insanlar bu cür mədəni və əxlaqlı oldular kimi bir situasiya yaratmağa çalışırlar.
Cahiliyyə mövzusundan davam eləyək. Cahiliyyə deyiləndə ilk ağla gələn ərəb cəmiyyətində qız uşaqlarının diri-diri bastırılması hekayəsidir. Demək olar ki, bu hər İslam kitabında mövcuddur. Ərəblər elə vəhşi insanlar idi ki, təzə doğulmuş qız uşaqlarını diri-diri bastırırdılar. Oğlan uşaqlarına həddindən artıq qiymət verirdilər və qız uşaqlarından utanırdılar və s. kimi bir çox hekayələr mövcuddur. İndi daha bir müsəlman İslam tarixi kitabında belə deyir. Qız uşağı olan biri bunu böyük bir kədərlə gizlədər və uşaq 2 yaşındaykən onu gecə vaxtı gizlincə çölə apararaq quma bastırar və ölmə tərk edər. Biraz da ağını çıxardardın da qardaş. Deyərdin ki, ərəblər Hannibaldır, öz doğduqları uşaqları yeyirlər. Nə bilim, manqal çəkirlər ətrafında, pulovla zadla. Sonra deyərdin ki, məclis qururlar, orada əylənirlər. Yəni uzun sözün qısası nə ki, ərəblər öz uşaqlarını yeyirdilər, tam olsun. Düzdür, belə baxanda bu cür nümunələr demək olar ki, hər kitabda var. Yəni spesifik olaraq başqa bir nümunə verməyəcəm. Amma bunun ağını çıxartmaq olduğunu və tərəfli olduğunu deməkdən də qətiyyən qaçınmayacağam. Yəni bizə daha çox göstərilən qız uşaqlarının daha belə başıboş olduğunu, onunla bununla oturub durduğunu, yatdığını və yaxud da ki, pis-pis yerlərdə pis-pis işlərlə məşğul olduğunu kimi ifadələr göstərərək bu kimi situasiyalar yaratmağa çalışırdılar. Və bunun da əsas səbəbi qız uşaqlarının millətin əxlaqını pozduğunu və qız uşağı sahib qəbilələrin bundan utandığı üçün qız uşaqlarını doğar-doğmaz bastırdıqlarını qeyd edirlər. Yəni mən belə başa düşürəm ki, hər doğulan qız uşağı fahişə olacaq kimi bir düşüncəyə sahibdilər. Bəs pul qarşılığında əxlaqsızlıq eləyən kişilər yəqin onda bu cəmiyyətdə bu cür məsələləri müzakirə eləmirlər və yaxud da ki, kişilər üçün bütün bunlar legaldır. Mən deyərdim ki, işin ən cəfəngiyat məsələsi bundan ibarətdir. Madam həmin dövrlərdə doğulan qız uşaqları bastırılırdı, onda bu cəmiyyət, bu insanlıq necə çoxaldı? Ərəb xilafətindəki bu qədər insan necə çoxaldı? Necə bu qəbilələr bölündü və ərəblər bu qədər ətrafa yayılmağı bacardı, bu coğrafiyaya yayılmağı bacardı? Yəni aydın məsələdir ki, ən böyük cəfəngiyat da elə budur. Ona görə də bəzi qaynaqlar hər doğulan qız uşağını deyil də ilk qız uşağını bastırırdılar deyə ifadələr istifadə etmək məcburiyyətində qaldılar. İndi ilk doğulan uşağı bastırma adəti müəyyən bir mədəniyyətlərdə və cəmiyyətlərdə də, başqa mədəniyyətlərdə və cəmiyyətlərdə də qarşımıza çıxır. Əsas ideya da bundan ibarət idi ki, ilk doğulan uşaq Tanrıya aiddir. İş orasındadır ki, ilk doğulan uşaq oğlan uşağı olsa da onu bastırırdılar diri-diri. Yəni məqsəd ilk doğulan uşağın qız uşağı olduğu üçün bastırmaq deyildi və bu adət-ənənə tamamilə bundan ibarət idi.